Həmrəy olduqda daha güclü olur. Yarışlarda da bu prinsip əsas götürülür. Budur. Mehtap Gültekin fəxri kürsünün 3-cü pilləsinə qalxır. Türkiyə idmançısı bürünc mükafatı qəbul edir. Gümüş medal Ami Ayun, Côte d'Ivoire. Və nəhayət qızıl medal oyunların çempionu Aypəri Quzu Mədətə təqdim olunur. Qırğızistan güləşçisi. Ümumiyyətlə, Qırğızistan komandasının güləşçiləri bu yarışlarda tamaşaçılar arasında böyük rəğbət qazandılar. Aysulu Tınıbekova, Aypəri Quzu Mədət, eləcə də kişilər arasında yarışlarda Əknazar Akmatacıyev, bu idmançılar yarışları qızıl medalla başa vurdular və indi Aypəri Quzu Mədətin qələbəsi şərəfinə Qırğızistan Respublikasının himni səslənir. İdmançılar xatirə foto şəkli çəkdirirlər. Mehtap Gültekin 3-cü yer uğrunda görüşdə qazanır.